Doktor, ən çox sizə hansı xəstəlikdən əziyyət çəkən insanlar müraciət edir? Mənə ən çox müraciət edən adamlar bilirlər ki, mən revmatizmdən sağalmışam. Bu gün insanları ən çox narahat edən nədir? Göbələk xəstəliyi, Meyrin xanım. Ağız boşluğundan düz bağırsağa qədər bütün ginekoloji orqanlar, kişilərdə uroloji orqanlar hamısını götürür göbələk. Gəl bunu müalicə elə. Ancaq ağrı məni revmatizmdən həyata qaytardı və ondan sonra nə qrip oluram, nə xəstəlik bilirəm, nə heç nə yoxdur. Və mənə deyirlər göz dəyəcək, deyirəm dünəndən dəysin. Və bu gün mən tutaq ki 25 ildir ət yemirəm, qırmızı ət yemirəm. Və ya tutaq ki mən artıq uzun müddətdir, həyatda 50 qram dilmə spirtdişki dəyməyib, dilmə nikotin dəyməyib, bir dəfə sada. Və uzun müddət artıq mən çörəyi dəyişmişəm, düzəlmiş buğda yeyirəm. Çox asan deyə bilərəm, tamaşaçılarımız da öyrənə bilərlər. Çox gözəl köp gedir, rahatçılıq, həzm normallaşır, dəri gözəlləşir, saç əla. Bu gün xərçəngə qarşı hazırlanan məlhəmlərin tərkibində buğdadan istifadə olunur. Halbuki böyük bir həyəcan təbili buğdanın əleyhinədir. Söhbət unun əleyhinə olmaq lazımdır. Civzələr yaradır, üzdə səpkilər yaradır. Ancaq buğdanın xeyri qabığındadır. Limonun xeyri qabığındadır, xiyarın xeyri qabığındadır, almanın xeyri qabığındadır. Onu bilmək lazımdır və elə istifadə eləmək lazımdır. Məsələn, tutaq ki, elə yeri gəlmişim, buğdanı 100 qram tökürsən dərin qaba, üzərinə su tökür, yuyursan, su tökürsən, səhəri günü onu götürürsən, nazik salat tarelkasını tökürsən, üzərinə bir yaş dəsma parça və yaxud da ki, suna, tənzif, 3 qat salırsan, quruduqca yaşlayırsan, o cücərir. Üçüncü günü, ikinci gündə onu oraya tökəndən sonra dərin qaba yəni 100 qram buğda tökürsən, yuyursan, su tökürsən, üçüncü günü o çırpır, o çırpmış buğdanı yeyirsən. Çətin yeyirsənsə içərisinə şor qatırsan, nəysə onu yeyirsən. Çox gözəl və həmin proses davam edir. Daimi olaraq 2 qabda davam edir. Həmin çörəyə köpün gedir, həzmin yaxşılaşır. İnsanlar bugün kök göstərən çox köp insanları məhv edir. Bu gün qəbizli insanları məhv edir. O çörəyin də tərkibində biz bilirik maya, droş. Təsəvvür eləyin. Köpün elə ən böyük başlıca səbəbi. Ən böyük başlıca, siz çörəyin üstünə biraz, az miqdar çörəyin üstünə su səpin, su tökün. Səhər baxacaqsınız, nə boyda böyüyü bu? İnsanın mədəsində deyilədir. Deyir, heç nə yemədim, köpdüm. Çörəklə bir balaca pendir, o çörək sizi köpürdür. Qidalanmada mütləq ona fikir vermək lazım. Elə bayaq